Riyaziyyat sevərlər. Deməli, bugün biz ehtimal dərsinin suallarını işləyəcəyik. 9-cu sinif güvən nəşriyyatından. Birinci sualdan başlayaq. Dəmir pulu bir dəfə atdıqda hər hansı üzün düşmə hadisəsi üçün neçə mümkün hal var? Birincisi, uşaqlar, mümkün halı o deməkdir ki, ehtimalda P bərabərdir, N bölünsün N'dir. Bax, mümkün hal bizim məxrəcimizdir. Yəni, bütün halları istəyir bizdən. Dəmir pul, ümumiyyətlə, pulun neçə üzü var? 2 üzü var. Deməli, bizim ehtimalımız olacaq 2. Yəni, mümkün hal deyirsə, biz bütün halları götürürük. Zər deyirsə, baxın, zəri bir dəfə atdıqda hər hansı bir halın düşməsi hadisəsi üçün yenə mümkün hal istəyir bizdən. Zər dediyi üçün nə götürəcəyik? Zərin 6 üzü var deyə cavab 6, 3. Dəmir pulu 2 dəfə atdıqda hər hansı üzün düşməsi hadisəsi üçün neçə mümkün hal var? Yenə bizdən mümkün hal istəyir uşaqlar. İndi baxırıq nəyə? Deməli, dəmir pulu 2 dəfə atdıqda, bir dəfə atdıqda nə deyirdik? Məxrəcdə 2-də, amma 2 dəfə atırıqsa məxrəcdə olacaq 4. Zəri 2 dəfə atdıqda avtomatik yenə mümkün hallar nə olacaq? 36. Dəmir pulu 3 dəfə atdıqda, baxın 3 dəfə atdıqda deyirsə 2, 2, 2. Yəni nə olacaq? D variantı 8 olacaq. Zəri bir dəfə atdıqda 3 xanın düşməsi üçün artıq bizdən əlverişli halları istəyir. Əlverişli hallarsa sürəti istəyir. Yəni, baxın uşaqlar, bizə deyir ki, dəmir zəri bir dəfə atdıqda, deməli əlverişli halım 1-dir. Yenə 7-ci sualda zəri bir dəfə atdıqda düşən halın 6-dan böyük olması. Uşaqlar, 6-dan böyük zərdə üz varmı? Yoxdur. Deməli, bunun ehtimalı 0-dır. Zəri bir dəfə atdıqda düşən halın mürəkkəb ədədi olması hadisəsini hesablayın deyir bizdə. Deməli, uşaqlar, mürəkkəb ədədlərə öncə baxırıq. Mürəkkəb ədədlər hansıdır? 4 və 6-dır. Neçə dənədir? 2 dənədir. Deməli, cavab olacaq 2. 9-cu sualı keçirik. Zəri 2 dəfə atdıqda düşən halların cəminin 9 olması üçün əlverişli halların sayını tapın. Öncə baxırıq ki, nə ilə nəyin cəmi 9-dur? 6 ilə 3-ün cəmi 9-dur. 3 ilə 6-nın cəmi 9-dur. 5 ilə 4-ün cəmi 9-dur. 4 ilə 5-in cəmi 9-dur. Deməli, uşaqlar, neçədən halım var? 4 dənə halım var. Zəri 2 dəfə atdıqda düşən halların cəminin 10-dan böyük olması üçün neçə əlverişli halların sayını bizdən istəyir. Öncə 10-dan böyük nə var? 6 ilə 6-nın cəmi var 12, 6 ilə 5-in cəmi var, bir də 5-dən 6-nın cəmi. Deməli, 3 dənə halım var. Keçirəm 11-ci suala. Zəri bir dəfə atdıqda 5 xalın düşməsi hadisəsinin ehtimalını tapın. Deməli, bizdən 5 xalının düşməsini istəyir. Zəri əgər bir dəfə atıramsa, neçə üzü var? 6. 5 xal neçə dənədir? 1 dənədir. Deməli, 6-da bir ehtimalım var. Zəri bir dəfə atdıqda yenə məxrəcim 6-dır. Tək ədədin düşməsi. Tək ədədlər hansıdır uşaqlar? 1, 3, 5. Deməli, neçə ehtimalım var? 3. 6-da 3 ehtimal. Bu da ixtisar gedəcək, qalacaq 2-də 1 ehtimal A variantı. Zəri bir dəfə atdıqda cüt ədədin düşməsi. Cüt ədədlər hansıdır? 2, 4, 6. Yenə 6-da 3 ehtimalımız var. Bu da eləcək 2-də 1 ehtimal A variantı. Zəri bir dəfə atdıqda 2 və ya, baxın uşaqlar, bu şəkilçiyə diqqətli olun. Və ya şəkilçisini görürsünüzsə ehtimallar toplanır. Baxın, zəri bir dəfə atıram. 2 üzü düşürsə nədir? 6-da 1 ehtimal. Bəs 5 üzü düşsə yenə 6-da 1 ehtimal. Bunların cəmi eləyir 6-da 2 ehtimal. Bu da bizə verəcək 3-də 1-i. Zəri bir dəfə atdıqda hər hansı xalın düşməsi hadisəsinin ehtimalını tapın. Bunun ehtimalı 1-ə bərabərdir. Çünki hər hansı bir xal düşəcək zaten. Zəri 2 dəfə atdıqda düşən xalların cəminin 15-dən böyük olması hadisəsinin ehtimalını istəyir. Uşaqlar, ən böyük zərin üzləri 6-6-dır. Onların da cəmi 12 elir. Yəni 15-dən böyüyü yoxdur. Buna görə 0-dır. Zəri 2 dəfə atdıqda düşən xalların 13-dən kiçik olması istəyir. Birincisi uşaqlar, ən böyük dediyi 6 ilə 6-dır. Cəmi 12 elir. Bəli, bu da 13-dən kiçikdir. Deməli, bunun ehtimalı 1-ə bərabərdir. Zəri 2 dəfə atdıqda hər 2 dəfə 6 xalın düşməsi hadisəsinin ehtimalını tapın. Deməli, uşaqlar, 18-də 2 dəfə atıramsa məxrəcdə 36-dır. Hər ikisində 6-6 düşsün. Yəni, ikisində də 6-6 ehtimal neçə dənədir? 1 dənədir. Deməli, olacaq 36-da 1 ehtimal. Keçirik indi 19-cu suala. Deyir ki, bizə zəri 2 dəfə atdıqda düşən xalların cəminin 5-dən cəminin 5 olması hadisəsinin ehtimalını hesablayın. 5 olması üçün nə ilə nəyin cəmi 5-dir? 1 ilə 4-ün cəmi 5-dir, 4 ilə 1-in cəmi 5-dir, 3 ilə 2-nin cəmi 5-dir, 2 ilə 3-ün. Yəni, toplam 36 ehtimal var, bunun 4-ü olacaq. Bu da eləcək 9-da 1 ehtimal C variantı. Zəri 2 dəfə atdıqda düşən xalların cəminin 8 olması. 8 nə ilə nəyin cəmidir? 4 ilə 4-ün cəmidir,
3 ilə 5-in cəmidir, 5 ilə 3-ün cəmidir, 2 ilə 6-nın cəmidir, 6 ilə 2-nin cəmidir. Yəni neçədən oldu? 1, 2, 3, 4, 5. 36-da 5 ehtimal. Zəri 2 dəfə atdıqda düşən xalanın cəminin 4-dən kiçik olması hadisəsinin ehtimalını istəyir. Öncə 4-dən kiçiklər nə var? 1 ilə 2-nin cəmi, sonra 1 ilə 1-in cəmi, 2 ilə 1-in cəmi, 3 dənə ehtimalım var. Deməli 36-da 3 ehtimal, bu da eləcək 12-də 1 ehtimal A variantı. Zəri 2 dəfə atdıqda Zəri 2 dəfə atdıqda düşən xalanın cəminin 3-dən böyük olması hadisəsinin ehtimalını istəyir. 3-dən böyük olsun, yəni 3 ola bilər. Deməli 1 ilə 1, 1 ilə 2, 2 ilə 1. Toplam 36-da 3 ehtimal var. Amma daha doğrusu 36-da 33 ehtimal var. Niyə? 3 dənəsi gedir. Normalda 36-da 36 ehtimal bütün ehtimallardır. Amma bizə deyir ki 3-dən böyük olsun. Onda biz 3-dən kiçikləri tapdıq ki 3-dən 3 və 3-dən kiçiklər bunlardır. 3-dən böyüklər hansı olacaq artıq? Onları bir də yazmaya ehtiyac yoxdur. Toplam 36 dənə ehtimalım var idi axı. Mən 3-ünü çıxdımsa 33 ehtimal qalır. Bu da ixtisar gedir qalır 12-də 11 ehtimal. Zəri 3 dəfə atdıqda hər dəfə 2 xanın düşməsi hadisəsinin ehtimalını tapın. Zəri 3 dəfə atıramsa 216, hər dəfə də 2, 2, 2 düşəcək. Bu da 2, 2, 2, 1 ehtimaldır. Elə deyil. Çünki ikilər hamısı eynidir deyə növbəti dəfə təkrarlanmayacaq. Qutuda 5 qara kürəcik var. Qutudan çıxarılan bir kürəciyin qara olması hadisəsinin ehtimalı 1-ə bərabərdir. Çünki zaten qaradır kürəciklər. Ona görə mütləq 1 olacaq. Qutuda 1 ağ və 3 qara kürəcik var. Qutudan çıxarılan bir kürəciyin qırmızı olması hadisəsinin ehtimalı uşaqlar 0-a bərabərdir. Çünki qutuda qara və ağ var axı. Qırmızını necə çıxardım? Yəni qırmızı yoxdur. Qutuda 2 ağ, 3 qara kürəcik var. Qutudan çıxarılan qələmimizi bu tərəf eləyək. Qutudan çıxarılan bir kürəciyin ağ olması hadisəsinin ehtimalını istəyir. Toplam neçədən kürəm var mənim? 5 dənə kürəm var. Bəs ağ neçə dənədir? 2 dənə. Deməli 0,4 ehtimalım var. Qutuda 5 ağ, 9 qara, 6 sarı kürəcik var. Qutudan götürülən bir daşın ağ və ya sarı olması hadisəsinin ehtimalını istəyir. Dedik və ya varsa ortada ehtimallar toplanılır. Toplam neçə dənədir bizim daşımız? Toplam 9, 5, 9, 6, 11, 20 dənə. 20 dənədir. Bəs bunun ağ olması neçədir? 5, sarı olması neçədir? 6. Yəni 20-də 11 ehtimal var. Qutuda 6 ağ və 10 qara daş var. Qutudan götürülən 2 daşın hər ikisinin ağ olması hadisəsinin ehtimalını tapın. Birincisi uşaqlar, artıq kombinezon metoduna keçirəm. Mənim qutumda neçə dənə daş var? 16 dənə. Bunun neçəsini istəyir məndən? 2-sini istəyir. Amma deyil nə olsun? İkisi də ağ olsun. Ağ neçə dənədir? 6, 6-dan 2. Bunu hesablayacağım. Eləcə 6 faktor bölünsün 2 faktor və onların fərqi. 16 faktor bölünsün 2 faktor və onların fərqi. Bu da bərabərdir. Bu tərəfdən yazaq. Bu da bərabərdir deməli. 6 faktor eləcək 6 vurulsun 5 vurulsun 4 faktor. 2 faktor 2 deməkdir. 4 faktor ilə 4 faktor kimi qalsın. 16 faktor 16 vur 15 vur 14 deməkdir. 14 faktor qalsın və 2 faktor da 2 deməkdir. 14 faktor gedir. 4 faktorlar gedir. 6-ın 5-ə vuranda 30, 32-yə vuranda sürətdə 15 yarandı. Məxrəcə baxıram indi uşaqlar. 16-nı 15-ə vurub 8, qaldı 8 vur 15. Bunlar da 15-lər ixtisar gedir, qalır 8-də 1 Y variantı. 29-cu sualı keçirik. Qutuda 6 ağ və 6 qara daş var. 9 ağ, 6 qara. Qutudan götürülən 2 daşdan birinin ağ digərisi qara olması hadisəsinin ehtimalını istəyir. Yenə baxın, eyni qayda ilə gedirəm. Mənə neçədən daş lazımdır? 2 dənə daş. Neçə daşım var toplam? 15-dən 2-si lazımdır. Biri ağ olsun deyir, biri də qara olsun. O zaman və ortada şəkilçisi varsa kombinezonlar vurulur. Yəni ehtimallar vurulur. Bu da eləcək 15 faktor bölünsün 2 faktor və onların fərqi. O birisi 9 faktor, daha doğrusu 9 faktor yazmıram. Əgər sağ tərəfində birlər varsa, deməli ədədlərin özü yazılacaq. 9 vur 6. Bu da bərabərdir. 9 vur 6 qalsın. 15 faktor açıram. 15 vur, 14 vur, 13 faktor kimi. Məxrəcdə 13 faktorlar ixtisar gedir. 2 faktor da 2 deməkdir. 2 ilə də bu getdi, 7 qaldı. Nə qaldı? 15 vurulsun 7, 9 vurulsun 6. Bunlar da ixtisar gedəcək
neçə ixtisar gedəcək? 3 ixtisar gedəcək. Məxrəcdə 5 qalacaq, sürətdə 3. 18-də 35. Cavab A variantı. 30-cu sualı keçirəm. Torbada 6 ağ, 2 qara, 4 sarı kürəcik var. Torbadan çıxarılan 3 şarın müxtəlif rənglərdə olması hadisəsinin ehtimalını tapın. Deməli, mənim toplam neçə dənə? 12 dənə. 12-dən 3 lazımdır. Amma nə olsun? Hərəsi bir rəng olsun. Yəni, biri ağ olsun, biri qara olsun, biri də sarı olsun. Yenə və şəkilçisi olduğu üçün ehtimallar vuruldu. Və dedik ki, kombinezonların sağ tərəfləri 1-dirsə, o zaman onlar vurulurdu. Daha doğrusu, sol tərəfdə rəqəmin özü yazılırdı. Məxrəci hesablayıram. 12 faktor bölünsün 3 faktor və onların fərqi 9 faktor. Məxrəci açıram, sürət qalsın olduğu kimi. Məxrəci açıram, 12 vur, 11 vur, 10 vur, 9 faktor kimi. Məxrəcdə 3 faktor 6 eləyir, 9 faktorlar gedir. 3 faktorla 6 ilə 12 ixtisar gedir, 2 qalır. 2 ilə 2 ixtisar gedir, geridə qaldı 110-da 24. Bu da 2 ixtisar gedir, qalır 55-də 12. 55-də 12 B variantı. 31-ci sual. Sinifdəki 20 şagirdin 14-ü əlaçı deyil. Seçilmiş bir şagirdin əlaçı olması hadisəsində ehtimalını tapın. Toplam neçə uşaq var? Uşaqlar 20. Neçəsi əlaçı deyil? 14-dür. Deməli, əlaçı olan neçədəndir? 16 dənə. Bu da, daha doğrusu 6 dənə. Bu da ixtisar gedəcək 2-yə, qalacaq 10-da 3. D variantı. 32-ci sualda çoxluğun elementlərindən seçilmiş bir elementin 3-dən böyük olması hadisəsinin ehtimalını tapın. Neçədən elementin var? 6 dənə. Bəs 3-dən böyük neçə dənəsi var? 3 dənə. 6-da 3 eləyir, 2-də 1. Keçirik indi 33-cü sual uşaqlar. 33-cü sualda bizə nə deyir? Deyir ki, deməli, 33-də L, M, A, E, R hərfləri yazılmış kağız üzərində yanaşı düzlükdə Elmar kağız adının alınması. Birincisi, uşaqlar unutmayın, bu tip suallarda Elmar adı neçə dəfə istifadə oluna bilər? Bir dəfə, çünki hərflər təkrarlanmır. Bəs L, M, A, E, R hər biri neçə yerdə istifadə oluna bilər? Bütün yerlərdə istifadə oluna bilər. Yəni 5 faktorla tapılır bu. Bu da eləyəcək uşaqlar 120-də 1. A variantı. Məsələn, baxın indi Xəzər sözünə. Xəzər sözünün neçə hərf var? Yenə 5 faktor. Amma uşaqlar neçə hərf təkrarlanır? 2. O zaman o 2 faktora belə deyək, əslində bölməmiz lazımdır. Sürətdə də 1 yazırıq. Bu da eləyəcək uşaqlar 5 faktoru 120-dir, 120-ni 2-yə böldükdə məxrəcdə 60 qalır, cavab eləyir 60-da 1. 35-ci sual. Bir qutuda, bir dənə silək bu hissəni, görək nə istəyir bizdən. Bir qutuda deyir, 10 şagirddən 6-sı əlaçıdır. Seçilən 9 şagirddən 5-in əlaçı olması hadisəsini bizdən istəyir. Deməli, uşaqlar, ümumilikdə sinifdə neçə uşaq var? 9 uşaq var, 10 şagird var. 10 dənədən deyir 9-unu seç, amma o seçdiklərində əlaçı olsun. Yəni 6 nəfərdən 5-i olsun. Burada da demişdik, əgər kombinezonlar bir-birinin ardınca gələn rəqəmlərsə böyük olanlar yazılır. 10-da 6, bu da eləyəcək 5-də 3, C variantı. Dostuna zəng etmək istəyən nömrənin sonuncu rəqəmini unutmuşdur. Ramilin təsadüfən yığdığı nömrənin düzgün olması hadisəsinin ehtimalını tapın. Məsəl üçün deyək ki, 050 666 66-66-dır nömrəsi. Amma sonuncu rəqəmini bilmirəm nədir. Sualdır sonuncu rəqəm. Sonuncun yerinə nə qoya bilərik? 0 qoya bilərik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni 10 dənə rəqəm qoya bilərik. Toplam uşaqlar, demək ki, mənim ehtimalım nə olacaq? 10-da 1 olacaq. Yəni 10 dənə rəqəmdən biri tutasıdır. Dostuna zəng etmək istəyən Elman nömrənin sonuncu 3 rəqəmini unutmuşdur. Bax, indi burada da 3 rəqəmini unudub. Və deyir ki, bu rəqəmlər müxtəlifdir. Məsəl üçün, birinci rəqəm 9-sa, ikinci 8-dir, üçüncü 7-dir. Nə bilim, 8-isə, 7-dir, 9-dur. Belə də, yəni dəyişikdir 3 rəqəm. Amma bu tip suallarda uşaqlar, əgər sizdən 3 rəqəmli ədədi düzəldin deyirsə və rəqəmlər müxtəlif olsun deyirsə, bizim toplam neçə dənə ədədimiz var? 10 dənə də elə deyil, 0-dan ta ki 9-a kimi 10 dənə ədədim var mənim. 10 dənə ədəddən 10 ədəddən 10-unu da birinci yerdə qoya bilərəmmi? Bəli, qoya bilərəm. Sonra ikinci yerdə
9-unu, yox bir dəqiqə. Birinci yerdə deməli, hə, 10 dənəni dedik ki, onu da birinci yerdə qoya bilərəm. İkinci yerdə artıq neçəsi qaldı? Bax, 10 dənədən birini istifadə elədim birinci yerdə. Qaldı 9 dənəsi. 9 dənəsindən belə 2 dənəsini istifadə elədim. Qaldı neçə dənəsi? 8 dənəsi. Bunların da hasili nə eləyir? 720. Deməli, ehtimalım 720-də 1-dir. Dəmir pul və zərb. Bax, uşaqlar, və şəkil çıxarsa ehtimallar vurulurdu. Eyni anda atılır. Deyir, pulda geri bizi düşsün. 2-də 1 ehtimaldır da, 200-dən 1-i düşür axı. Zərdə də 6 xal düşsün. Bu da 6-da 1 ehtimaldır. Buranda ehtimalımız olacaq 12-də 1. 39-cu suala keçirik uşaqlar. 12 nəfərlik sinifdən 8 nəfər riyaziyyat olimpiyadasına, 6 nəfər fizika olimpiyadasına və 4 nəfər hər iki olimpiyadaya hazırlaşır. Həmin sinifdən seçilmiş bir nəfərin olimpiyadaya hazırlaşan olması ehtimalını tapın. Deməli uşaqlar, 12 nəfərlik sinifdən bunu Venn diaqramı çəkərək göstərə bilərik. Nə edəcəyik uşaqlar? Diaqramı çəkdik və göstəririk ki, sinifimdə 12 nəfər uşaq var, elə deyilmi? Aha. 8 nəfər riyaziyyata hazırlaşır. 6 nəfər fizikaya, 4 nəfər hər ikisinə. Deməli, ortaya 4 yazacağım. O zaman riyaziyyata hazırlaşanlar, sadəcə riyaziyyata hazırlaşanlar 4 nəfər olur. Sadəcə fizikaya hazırlaşanlar da 2 nəfər olur. Cəmi neçə nəfər var? 10 nəfər var, elə deyil. İndi mənə deyir ki, həmin sinifdən seçilmiş bir nəfərin olimpiyadaya hazırlaşan olması ehtimalını tapın. Sinifdə neçə nəfər verdi? 12. Bunun 10-u gedir olimpiyadaya. Deməli, 12-də 10 ehtimaldır. Bu da eləcə 6-da 5 ehtimal B variantı. Qabda 6 şaftalı və 4 ərik var. Qabdan götürülmüş 3 meyvədən ən az ikisinin şaftalı olması ehtimalını istəyir. Bax, uşaqlar, toplam neçədən meyvəm var? 10 dənə. 10-undan 3-ünü istəyir məndən. Amma deyir, nə olsun? Ən azı ikisi şaftalı olsun. Deməli, bir dəfə mən elə 3-ünü də şaftalı götürərəm. 6-da 3. Və yaxud da bir dəfə də nə deyərəm uşaqlar? Deyərəm ki, ya ikisi şaftalı olsun, biri əriyi olsun. Yəni, bu iki ehtimalda istifadə edə bilərik. Bu da eləcək uşaqlar. 6 faktor bölünsün 3 faktor və onların fərqi 3 faktor. Üstə gəlsin 6 faktor bölünsün 2 faktor və onların fərqi. Digərdə 4 faktorla 1 də elə 4 deməkdir. Böyük olan götürülürdü demişdik. Keçirik növbətiyə məxrəcə. 10 faktor bölünsün 3 faktor və onların fərqi. Ondan 3 çıxanda da 7 faktor eləyir. Bərabərdir. Burada aşağı hissədən yazacağım uşaqlar. Ya da bu aşağını, buranı silək və buradan geniş yazaq. Daha sonra gətirərik yerinə sualı. Davam eləyək. Deməli, bərabərdir. Nə qaldı? 6 faktor 720-dir. Bölünsün. 3 faktor 6-dır, 3 faktor 6-dır. Üstə gələnsin. 6 faktor 720-dir. 2 faktor 2-dir, 4 faktor da 24-dür. Vurulsun 4. Bölünsün. 10 faktor açıram. 10 vur, 9 vur, 8 vur, 7 faktor kimi. Məxrəcdə 3 faktorun yerinə 6 yazıram. 7 faktor qalır. 7 faktorlar gedir. 6-nın 3-ündən 9 gedir. 3 qalır. Və 8-lə qalan ikisindən də 8 gedir. 4 qalır. Məxrəcdə oldu 120. Sürətdə 4-lə 24 gedir. 6 qalır. 2-nin 6-ya 12 və birinci 720-ni 36-ya öncə bölək. 720-ni 36-ya böldükdə uşaqlar düşəcək 20, üstə gəlinsin. Bəs 720-ni biz şeyə bölsək, 12-yə bölsək neçə düşəsidir? Düşəcək 60. Bunların da cəmi eləyəcək 120-də 80. 120-də 80 ixtisar gedir. Neçə ixtisar gedəcək? 40 ixtisar gedəcək. Sürətdə 2 qalacaq. Məxrəcdə də 40 ixtisar bölündə 3. 3-də 2 Y variantı. Belə. Uşaqlar, davamlı ikinci videoda çəkərik. Demək, burada əsas fikir verməniz lazım olan şeyləri dedik. Ardını izləmək üçün kanala abunə olmağı və like etməyi unutmayın.